Esselamu Aleyküm və Rəhmətullah. Neçə vaxt məndə baş qarışıqdır, elə də sizlərlə bu sosial şəbəkədə əlaqə saxlaya bilmirəm. Telegramda başlamaya oluram, TikTok səhifələri də hamısı bloklanıb, Instagramda həmçinin. Məndə də neçə vaxt baş qarışıqdır, bir-iki dənə seriozlu məsələlər olaraq. Amma bir məsələ var, inşallah onu danışmaq istəyirəm. Bu ən vacib, ən seriozlu məsələdir. Bizim xalqımız üçün, millətimiz üçün. Çalışaq bu məsələdə hamımız diqqətli olaq, hamımız bu məsələdə çalışaq, hərəkət eləyək. Çünki bu balaca məsələdir. İnşallah o vaxtda danışacağım. Azərbaycanın Avtomobil Müdafiə Nazirliyindən də bu məsələlər Müdafiə Nazirliyi tərəfindən olunur, gizli olunsa da yəni artıq bu məsələ açıq-aşkar öz mövqeyini göstərir. Məsələ budur ki, bizim hərbiçilərimizi, bizim övladlarımızı, bizim xalqımızı Qəzzaya göndərirlər döyüşə. Qəzzaya göndərirlər döyüşə, Qəzza xalqına qarşı, Həmasa qarşı. Baxın, yəni bu çox böyük və çox seriozlu məsələdir. Bacardığımız qədər hamımız çalışaq bu məsələdə fəaliyyət göstərək, bu məsələdə etiraz eləyək və bu məsələ üzərində xalqımızı, millətimizi fikirləşək. Uşaq qatillərinin, dinc əhalini bombardman eləyənlərin, qadınları təcavüz eləyənlərin tərəfdarı olmayaq. Bu siyonizm elə bir mundar terror yollarına əl atıb ki, bütün dünyada biabır olub. Xalqımızı da biabır eləməyək. Aslında bunu eləyən Azərbaycanın Müdafiə Nazirliyi tərəfindən olunur. Həmən o xain nazirdir. Biz məzlumların tərəfdarı olanda, biz məzlumları müdafiə eləyəndə, qadınları, körpələri müdafiə eləyəndə Azərbaycanda o bəzi trollar deyirlər ki, bizim o döyüşdür, onları özləri bilərlər, onlar özləri şey eləyək, bizə nə? Biz öz xalqımızı fikirləşək, biz öz millətimizi fikirləşək. Bu günə görə idi. Bu günə görə bizə etiraz edirdik ki, bilirdik ki, Azərbaycan İsrailin proksi gücünə çevrilib. Və xalqımızdan da, neftimizdən də, millətimizin sərvətin və s. taliyib, hər şeydən bunlar istifadə edəcəklər. Bu günə görə deyildik. Məndə çox baş qarışıqdır deyə, mən dediyim kimi, bütün TikTok səhifələri bunlar bloklayırlar, bütün sosial şəbəkələri bloklayırlar, ta Instagrama qədər də mənim. Bunlar istəyirlər ki, bizim sözümüzü kəssinlər, millət ayılmasın. Adi Qarabağ müharibəsində, müharibə olanda bizim millətdə elə bir çətinçilik, elə bir şok keçirdi ki, hələ də millətimiz özünə gələ bilmir. Qazilərimiz, şəhid ailələrimizin vəziyyəti bərbad durumundadır. İndi durasan, sən burada hərbi qüvvə göndərəsən, əskərləri, zabitləri, maxələri və s. göndərəsən Qəzzəyə, İsrailə görə gedəcək, orada vuruşacaq Həmasa görə, Həmasa qarşı, dinc əhaliyə qarşı, uşaq qatillərinin tərəfindən duracaq, müsəlmanları qıracaq. Bu sizin Qarabağ müharibəsi kimi gəlməsin. İsrail 2 ildir. İsrail 2 ildir ki, Həmasla bacarmır, Hizbullahla bacarmır, ancaq dinc əhalini vurur. Bunlar görün necə hiləgər tayfadır ki, bəman Cuhud, Yəhudi tayfası. Bizim millətimizi ora hərbi qüvvə kimi göndərir. Adama deyərlər, əlin yağlıca öz başına sürtdə bizim millətin yarasıqada verirsən. Dediyim kimi, hamımız bu məsələdə etiraz eləyək. Xaxamlar gələcəkdə Azərbaycana diqqət edin. Sizin sayənizdə oldu ya bu. Ki, siz etiraz elədiniz. Bizim millətimiz etiraz elədi, bizim millətimiz qarşı durma yaratdı. İstəyir sosialı, istəyir belə. Dövlət ayıldı ki, yox, bu məsələ sərf eləmir. İran qalxdı birinci ayağa, Türkiyə qalxdı ayağa, bizim millət qalxdı ayağa və həmən o ravinlər, xaxamlar Azərbaycana gəlmədi.
Bax, sizin etirazınızın sayəsində, bax, siz bunu elədiniz, bizim xalqımız bunu elədi. Onlar gəlmədilər. Siz də etiraz eləsəz ki, bizim övladlarımız, bizim xalqımız, bizim millətimiz nə edir Qəzzada İsrail tərəfdən döysün? Bizim özümüzün nə qədər dərdimiz var, bizim özümüzün nə qədər problemlərimiz var. İndi göndərəcəklər ora minlərlə əskəri, Azərbaycan əskərləri. Onlar orada dünyasını dəyişəcəklər, o şəhid də olmayacaqlar. Əksinə cəhənnəmə doğru gedirlər bu əməllə. Anaları, övladları qalacaqlar başsız, onlara da pul da verilməyəcək, baxılmayacaq, necə ki, hər şey göz qabağındadır. Adi İsraildə onların əskərləri, qaziləri nə qədərsə özlərini edam edir. Onlar özləri heç bacarmırlar, onlar özləri artıq məhv olmağa doğru gedirlər. O söz var, adam boğulanda, bir dənə saman da olanda əlini atır ki, o samandan kömək olsun, bəlkə o saman saxladı onu. İsrail bu durumdadır, bu vəziyyətdədir. Əlini atıb Azərbaycan hərbiçilərini gətirirlər, tökürlər Qəzzəyə. Hizbullahla bacarmıyor olacaq. Onlar 40 ildə, 30 ildə Hizbullahla bacarmır. Hamasla bacarmıyor olacaq. Niyə millət verirsiniz Raskoda? Niyə millətə heç nədən durursunuz, verirsiniz qırğına? Azərbaycanın bəyan problemləri həll olub ki, gedib kiməsə görə orada, hansısa Yahudiyə görə, hansısa uşaq qatilinə görə getsin orada vuruşsun. Buna şərəfsizlikdir, buna bir qeyrətlikdir. Bu dərəcədə bizim xalqımızı alçatmaq olar, bu dərəcədə bizim xalqımıza yüngül yanaşmaq olar, bu dərəcədə şərəfçilik olar, bu dərəcədə bir qeyrətçilik olar. Bunu bütöv edən Azərbaycanın Müdafiə Nazirliyidir. Vasitəmdə dediyim kimi, bütün TikTok səhifələrin bloklanıb, Telegramda Vüsal altdan xət, İskəndərli altdan xət 313. Telegramda oluram. TikTokda çünki hansı səhifələr açıram, hamısı onlarla səhifə bağlayıblar TikTokda, onlarla. Heç bir səhifə qalmıyor TikTok. Var 5-6 dansı var, onu bilirəm ki, onları da açacam, bloklayacaqdır. O görə vasitəmdə Telegramı izləyin, Telegramda həm qardaşlar paylaşır, həm də mən paylaşıram, orada səs atıram. Sizin necə ki etiraz elədiniz Azərbaycanda ravinlər qorxularından gəlmədi. Vallahi, billahi, tallahi etiraz eləsəz bizim ordumuz getməyəcək Qəzzəyə. Siz sosial şəbəkədə nə bilim video paylaşın, kommentariya yazın. Mənim bu videomun altında kommentariya yazmayın. Mənim bu videomun altında kommentariya yazmayın. İndi öz etirazlarınızı bildirin. Xaricdə olanlar vasitəmini. Kimlər ki xaricdədirlər, kimlər ki Azərbaycanda dörlər, onlar vəbşi gərək bu məsələdə çox ciddi fəaliyyət aparsınlar. Bizim xalqımız qırılandan sonra, bizim millətimiz qırılandan sonra bizim kimliyimizin nə mənası olacaq? Bizim xalqımız elə bir vəziyyətdədir, zəlil vəziyyətdədir. İndi zəlil vəziyyətdə bir dənə xalqımız var, onu da qırmaq istəyirlər, onda bizim kimliyimiz nə mənası olacaq bundan sonra? Diqqətli olun dostlar, dediyim kimi sizin bu fəaliyyətiniz çox güclü təsir aparacaq və çox güclü təsir eləyəcək. Ona görə də çox ciddi şəkildə etirazlarınızı bildirin. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu.